Duyğularınızı paylaşmaqda daha cəsur davrana bilərsiniz, sosial münasibətləriniz bugün güclənə bilər və səyahət planlarına əlaqəli qarşınıza gözəl fürsətlər çıxa bilər. Bugün, yəni 24 may tarixində göy üzündə Ay ilə Yupiter arasında müsbət açı dediyimiz 60 dərəcəlik açı aktiv olacağı üçün bugün bu açıdan ən çox dəstək alacaq bürclər və ən çox təsir alacaq bürclər də Günəş bürcü və yüksələn bürcü ilə daxil olmaqla Qoçlar, Şirlər, Oxatanlar, Əkizlər və Dolçalar olduğu üçün bugün bu bürclərin nələr yaşaya biləcəklərinə dair bir nəzər yetirdiyimizdə onu deyə bilərəm ki, bugün özünüzü duyğusal olaraq daha motivasiyalı və xoşbəxt hiss edə bilərsiniz. Sosial münasibətləriniz bugün güclənə bilər. Yeni bir qərar almaq üçün həvəsli ola bilərsiniz. Yeni bir addım atmaq üçün həvəsli ola bilərsiniz bugün. Münasibətlərdə uyum sağlaya bilərsiniz. Duyğusal zəkanızı bugün daha təsirli istifadə edə bilərsiniz. Yaradıcılığınız və liderliyiniz gündəminizdə yer alacaq və ön planda olacaq. Sosial çevrənizdən bugün dəstək və ilgilər görə bilərsiniz. Duyğularınızı paylaşmaqda daha cəsur davrana bilərsiniz bugün. Yeni baxış açıları və səyahət planlarına əlaqəli bugün qarşınıza gözəl fürsətlər gələ bilər. Dəyərləndirməyə çalışın. Eyni zamanda dost çevrəsi, qrup çalışmaları və yaxud da layihələrdə özünüzü daha rahat ifadə edə bilərsiniz. Duyğusal anlayış və ünsiyyətiniz də bugün güclənə bilər.